Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Bəhsimiz nüzul barəsindədir. Yəni Allah Təbarək və Teala'nın dünya səmasına inməsi barəsindədir. Bu barədə Vəhhabilərin və bir sıra Əhlüs-Sünnə alimlərinin nəzərini oxuyurduq. Biz təkidlə bu sözü deyirik və qəsdimiz də var. Vəhhabilər Əhlüs-Sünnə deyirlər. Ona görə bunları bir-birlərindən ayırırıq. İbn-i Hüseymdən və ondan əvvəl də Fovzandan oxuduq və hətta İbn-i Teymiyyə o hədisi qəbul elədi, dedi ki, bu hədislər var. Sadəcə sual yaranır ki, İbn-i Teymiyyə bu nüzulu necə məna eləyir? Özü bu nüzulu İbn-i Hüseyminin və digərlərinin qəbul etdiyi kimi qəbul edir, yoxsa yox, bu hələ qalmışdı. İcazənizlə onun bu barədə nəzərinə toxunaq. Deməli, onun bir kitabı var, Şərh-i Hudusun Nuzul, İbn-i Teymiyyə bunu özü yazıb və bunu səhifə 218-də Muhammed ibn Abdurrahman ibn Əl-Xamisin araşdırması ilə. Deyir ki, nuzulun iki dənə mənası var. Birinci mənası əl-intiqalu min məkən ilə məkən. Bir məkandan digər məkana keçmək. Buna deyirlər, indi məsələn, yuxarı mərtəbədə idi, indi aşağı. Kənuzulikə minəl cəbəl iləl həziz. Məsələn, dağdan düşürsən aşağı. Ya məsələn, deyək ki, bandasan, evin damındasan, düşürsən aşağı. Amma digər mənası budur ki, iqbalukə ilə şey, bir şeyə üz gətirirsən, bil iradəti və niyyət edirsən onu. Yəni, nuzul, məsələn, enmək, yəni ona diqqət eləmək, diqqətini yönətmək mənasını verir. Deyir, hubut, irtifa, buluq və məsir, bunlar da elə bu mənaya yaxın şeydir. Çox gözəl. Daha sonra səhifə 219, 220, 221 və 222-də bu məsələlərə toxunur ki, bəziləri gəliblər, nə bilim, təvil ediblər, bu nüzulu bu mənada yazıblar. Demək görə bütün Əhl-i-Sünnə alimlərinin nəzərlərini gətirir və xüsusilə Əşəri və Mu'təzilələrin nəzərini gətirir və rədd edir. Daha sonra səhifə 223-də isə öz nəzərinə başlayır ki, nədir? Və savab, o ki, doğrudur, ənnə cəmiə hədihi təviləti mübtədiətun. Bütün bu təvillər, şeylilər, Allah nə bilim məğfirəti ilə enir, nə bilim Allah mərhəməti ilə enir və digər təvillər ki, ləm yəqul əhədun minəs-səhabəti şeyən minhə. Heç bir şəhaba onun barəsində bir şey deməyib. Bunların heç birisini qəbul eləmir sahabilər. Və tabeinlər də hətta. Və hiyə xiyaful ma'rufil mütəvatir ən əmmətis sünnə vəl hədis. Sünnə və hədis imamlarının xilafınadır. Əhməd ibn Həmbəl və qeyri ki, min əimmətis sünnə. Bir məsələnin isə toxunum, iki dənə məsələyə əslində toxunacam. Əhməd ibn Həmbəlin zamanına qədər heç vaxt demək olar, siz gedin araşdırın, İmam Əli əleyhissalamı Raşid xəlifələrindən saymırdılar. Ümumiyyətlə, İmam Əli əleyhissalamı Həzrəti Peyğəmbərin xəlifəsi kimi saymırdılar. Amma Əhməd ibn Həmbəl iki dənə nəzəri var bu barədə. Bir kitab, bir yerdə, kitabın bəzi yerlərində gəlir xəlifələri sayanda 3 dənə sayır. Amma bəzi kitablarında gəlir İmam Əlini də işarə edir ki, Raşid xəlifələri. Səbəb nədir? Səbəb də budur ki, dövrün xəlifəsi dedi ki, İmam Əlini də Raşid xəlifəsi kimi saymalıyıq. Ona görə, çünki onların etiqadına bura görə Həzrət Peyğəmbərdən sonra 30 il təqribən xəlifəlik olacaq. Daha sonra isə hökmdarlıqdır. Yəni, mülkdə dünya padişahları kimi o cür olacaq. Lakin Həzrət Əleyhisselamın adı orada yox idi. Əhməd ibn Həmbəldən sonra gəlib daxil elədilər. Və həmçinin siz gedin, baxın, heç bir mənbədə, Əhməd ibn Həmbələ qədər, heç bir mənbədə Əhl-i-Sünnə termini yox idi. Ümumiyyətlə, Əhl-i-Sünnə bu termin istifadə olunmurdu. Kim istifadə elədi bunu? Əhməd ibn Həmbəl. Özü də Əhməd ibn Həmbəl heç bir yerdə Əhl-i-Sünnə istifadə etməyib. Həmişə sahib-ı-sünnə deyib. Sünnə sahibi. Bunlar isə sonra gəldilər, Əhməd ibn Həmbəlin davamçıları Əhl-i-Sünnə terminini əlavə elədilər və dedilər Əhl-i-Sünnə vəl-cəmaə. Yəni, bu Əhməd ibn Həmbəlin yeni işlərdir. Biz ona görə dəfələrlə deyirik ki, İbn-i Teymiyyənin əksər sözləri Əhməd ibn Həmbələ qayıdır. Əhməd ibn Həmbəldən qaynaqlanır. Və hətta həmən o məsələ ki, biz dedik, hətta var tarixdə gəlib ki,
məktub yazır Məmun Ər-Rəşid. Çünki Məmun Ər-Rəşidin zamanında olub da bu. Maraqlıdır. Buxari də həmən zamanda yaşayıb, Əhməd ibn Həmbəl də həmən zamanda yaşayıb, Zuhli də həmən zamanda yaşayıb və bir çox əhl-i-sünnə alimləri həmən zamanda yaşayıblar. Məmun Ər-Rəşid məktub yazdı. Çünki Məmun Ər-Rəşid çox önəm verirdi etiqadi məsələlərə, həm də fiqhi məsələlərə. Özü də alim idi. Və məktub yazdı, dedi ki, bundan sonra 4-cü xəlifə kimi Əlini qəbul etmək lazımdır və Əhməd ibn Həmbəl tabi oldu. Əlbəttə deyirlər, Əhməd ibn Həmbəl bu məsələdə tabi oldu, amma bir məsələdə tabi olmadı ki, Buxari tabi oldu. Hansı məsələ idi? Quranın məxluq olması. Məmun Ər-Rəşid gəlib dedi ki, təbii ki, ətrafında əhl-i-sünnə alimləri var idi, bir qrup. Dedilər, Quran məxluqdur. Bilirsiniz də, bunlar deyirlər, Quran kim deyirsə məxluqdur, kafirdir. Əhməd ibn Həmbəl bunu qəbul etmədi və qaçdı deyirlər. Amma Buxari bunu qəbul elədi, yəni etiraf elədi və ona görə bəzi vəhabilər, hətta məşhur vəhabilər, Osman Əl-Xamis kimi vəhabilər gəlib deyirlər ki, Buxari təqiyyə elədi. Yəni canının qorxusundan dedi ki, Quran məxluqdur, amma etiqadı bu deyildi. Və bəziləri bu sözü demədiyinə görə öldürüldülər və tarixdə də adı var, Məmun Ər-Rəşid onları öldürdü. Deməli, Məmun Ər-Rəşidin məktubundan sonra xəlifə kimi İmam Əli əleyhissalamın adını əlavə elədilər Əhl-i-Sünnə kitabına, amma yoxdur. Siz gedib baxsanız, ona görə də siz hədislərə diqqət eləyin. Ən xeyirli, xeyrul qurun ki var, ən xeyirli qərin, orada İmam Əlinin adı yoxdur. Ən xeyirli qərin ki, hətta sayanda Əbu Bakır, Ömər, Osmanı sayırlar. Nə qədər nümunə gətirmək olar buna. Və daha sonra da bizim Osman İbn Səd Darimi ki var, onun da burada bir nəzərini oxuyaq istəyirsiniz. Deyir ki, həmən o məsələyə işarə edir ki, deyir, yəvmə təşəqqəqus səma bil-ğamə və nəzələl məlakətə tənzilən qalə yənzil əhl-i-səməd və hum əksər min əhlil-ərz. Və həmçinin, yəni bu barədə digər alimlərin nəzəri var, çünki elə düşünürəm, vaxtımız az qalıb, digər alimlərin nə cür məna veriblər nəzərinə baxarıq inşallah. Və təqribən 1 ya 2 dənə verilişimiz qalıb, bundan sonra şiə mənbələrinə müraciət eləyəcəyik. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.